Ötən 100 ildə İran tarixçiləri həmişə ərəb ilə Moğolları onların İslamdan öncə olmayan elmi, mədəni əsərlərini qarət edib yandırdıqlarından vəhşiliyə müttəhəm ediblər. Halbuki, bütün bu boş iddialarla yanaşı, 1325-ci ilin Azər ayının 26-sında Güney Azərbaycanlarımızın milli hökumətini qana çalxalayaraq bir illik milli hökumətimizin ana dilində çap etdikləri dərsli kitablarla birgə bir çox türkçə milli mədəni əsərlərimizi də kameralar önündə Təbriz, habelə başqa şəhərlər ilə kəndlərimizin orta meydanında tonqal qurub yandırdılar. Və utanmazcasına bu fərhəngi cinayəti Pişəvəri hökumətinin əli ilə farsça kitabların yandırılması kimi dünyaya tanıtdırmaq istədilər. Bu haqda Güney Azərbaycanın milli fəalı Həbib Sasanyanın bir parça şeirini təqdim edirik. Yandırılan kitablar. Ərəbi, Moğolu qınayan farslar Moğolun üzünü ağ eylədilər. Olmayan elmini mason əli ilə şişirdib bir yekə dağ eylədilər. Tisfun danışgahın cənd-i şapuru xəyalda qurdular, yandırtdırdılar. Məzlum göstərdilər dünyaya farsı, yalandan bir yeni tarix qurdular. Hər kimsə söylədi, bu olan deyil, xain adlandırıb satqın dedilər. İran vay deyərək gecə gündüzü Azərbaycan haqqın aydın yedilər. Təvəhhüş işləri modern əsrdə qınayıb özləri vəhşi oldular. Gözləri götürə bilmədi bizi, özləri Təbrizdə qatil oldular. 30 min azadə fədailəri özgürlük cürmünə bütün qırdılar. 2 gün ötməmiş bu cinayətdən yığıb Türk kitabın tonqal qurdular. Dünya gözlərini yumdu bu işə. Azərdə türklərə divan qurdular. Türkçə kitablara, ordu gücünə azadlıq adından bir od vurdular. Olsaydı bu xalqın baş bilənləri, soyqırım olmağın dünya bilərdi. Millətlər şurası yalandı, yalan, Lahə divanında haqqın dilərdi. Görünür, özgədən ədalət ummaq yanlış düşüncədir, yalan inamdı. Güvənmək gərəkdi öz kimliyinə. Yakamoz, bilirsən, vətən dünyamdı.